İşçi öhdəsinə düşən işin müəyyən hissəsini evdən də icra edə bilər. Bu qayda ötən ay dövlət başçısı tərəfindən təsdiqlənək, əmək məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb və ya işçi hərbi xidmətə çağırıldıqda onun əmək müqaviləsinə xitam verilərkən işə götürən tərəfindən həmin şəxsə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilməlidir. Əmək məcəlləsindəki anlayışlar sırasına daxil edilən ailə vəzifələri olan işçi müddəası işçiyə yeni hüquqlar tanıyır. Bu anlayış qulluğa ehtiyacı olan ailə üzvünə kömək göstərilməsi ilə bağlı işçiyə müntəzəm güzəştləri nəzərdə tutur. Məsələn, növbəli iş rejimi təşkil edilərkən işçinin ailə vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları nəzərə alınacaq. Dəyişikliklərdən biri də əmək funksiyasının elektron, proqram texniki və sair vasitələrindən distant iş formasında yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasıdır. Bu məqsədlə məcəlləyə məsafədən iş anlayışı daxil edilib. Bu təbii ki, işin xüsusiyyətindən asılı olaraq tənzimlənəcəkdir. Birbaşa istehsalatda məsələn elə işlər var ki, mümkün deyil onu distant həyata keçirmək. Amma elə işlər var ki, idarə etməklə bağlı və yaxud da ki, kompüter üzərindən aparılan işlər var. Bunlarla bağlı, emalla bağlı, informasiya alınması ilə bağlı bunlar bu şəkildə həyata keçirilə bilər. Atalıq məzuniyyətinin verilməsi də əmək məcəlləsində əksini tapan anlayışla tənzimlənir. Yeni ata olan şəxs 14 təqvim günü ödənişli məzuniyyətə çıxa bilər. 2 iş yerində çalışan vətəndaşlar isə əsas iş yerindən əlavə digər iş yerindən ezamiyyətə gedərsə, bu zaman onun çalışdığı hər iki müəssisə işçinin hüququnun razılaşma əsasında təmin etməlidir. Təcrübə keçən tələbələr isə elə həmin iş yerində əmək haqqı ilə təmin edilməlidir və tələbə ilə əmək müqaviləsi bağlanacaq. Əmək haqqının ödənilməsi müqavilə əsasında müəyyənləşəcəkdir. Ya işamız da ola bilər, saatımız da ola bilər, günümüz də ola bilər. Bəzi hallarda ola bilər ki, əmək haqqının bir hissəsini işə götürən ödəsin, bir hissəsi isə deyək ya sosial müdafiə fondu hesabına və yaxud da sifariş verən təşkilatın hesabına ödənilsin. İşçi hərbi xidmətə çağırıldıqda əmək müqaviləsinə xitam verilərkən ona orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilməsi də təmin olunacaq. Əmək məcəlləsi və digər bir sıra qanunlarda ümumilikdə 400-dən çox dəyişiklik edilib ki, bunların hər biri işçi hüququnun qorunmasına xidmət edir. Əli Rızayev, Vəfa Seyidova, ASTV Xəbər.